Minnət Sağ ol. Salam qızlar. Üzümüzə baxın başlamamızdan öncə tonillə üzümüzü silək. Marka Lamel markası. Dərini gözəl silək və nəmləndirək. Kameraya baxmaq istəyirəm. Ay sağ ol. Mükəmməl. Gözəl nəmləndirmək lazımdır. Silməkdən əlavə dəri nəmlənməlidir. Serum vururuq. Üzərindən kremimizi vururuq. Bəhbək qızlar, çox gözəl ətri var. Həddindən artıq çox gözəldir. Göz altısından istifadə edəcəm. Başlayayım. Da. Birinci, deməli, kanalindən əvvəl parıltı zonalarımıza Charlotte Tilbury-ni highlight effekti kanalisindən istifadə edirəm. Islak highlighter ve aydınlatıcı olur ki Charlotte'dan uzun vuracağım. Sponjumuz çok yumuşaktır. Konturlardan kızlar özüm için en çok beğendiğim Lancome firmasıdır. Çünkü çok fresh, yumuşak olur. Ama böyle yüzlerde daha keskin kontur salmak için Anastasia seviyorum. Konturumu biraz, üzüm çok yumru, kök olduğu için biraz keskin salıram. Gerçekten ağza doğru. Zonalarda da biraz isteyelim. Biraz uzun vurmak için. Çenemi keskinleştirelim. Buradan da
içini. Dudağımın alt üst tərəfinə kölgə salmalıyam. Tonalina bir-birinə yumuşaq keçid eləyirəm. Konturumuz kəskin qalmasın. Sadəcə yüngül. İndi isə qızlar, çox gözəl markadır. Daniel Laura concealer. Çox bəyənirəm bu concealeri. Face-up effekti verir gözün altında. Biraz da rəngli allıqdan istifadə edəcəm. Sadəcə dəri fresh olmasını istəyirəm ona görə. Bu da Tarte markasıdır. Göz altının concealerini oturdaq. Əslində əllə oturanda concealerləri həmişə daha çox gözəl olur. Aradan qaldırmaq üçün əlavələri, artıqları götürürəm. Yüzüm çok yumur olduğuna göre, kök olduğuna göre konturumu biraz daha keskin istəyirəm. Renkli allıqdan istifadə edəcəm. Sadəcə öz yerində konturla concealerin kəsişdiyi nöqtəsində yumuşatmalıyam. Alt tərəfə, kontur tərəfə kəskin qalsa da concealer tərəfə yumuşaq çıxış olunmalıdır. Bu tarafında da onun kimi. Mütləq concealerimizə çıxışımız yumuşaq olmalıdır. Biraz da tonumuzdan burnumun üstünə vurdum. Biraz qurutdum. Gəlirəm. Başqa zonaları qurutmaq istəmirəm qızlar. Biraz da burun zonası kurutacağım. T bölgesine. Gəlirəm indi isə qaşlara. Qaşları isə mütləq güzgü tutmalıyam əzizim. Daha incə formada fırçalıram əlimə. Qaşımıza tük effekti çekməliyik. İçini pembe top highlight'ından vururam. Zülfü xanım, Dior qəşəngdir yoxsa Fenty highlighter'ı? Fenty highlighter'ı qəşəng. Amma Dior'un təzə highlighter'ı çıxıb Gülnar xanımgildə var. Onu almaq istəyirəm. Əllə vuranda daha qəşəng parlayır. Əllə vuranda daha qəşəng parlayır, amma əli dəriyə çox yüngül basmalıyıq ki, parıltını almasın. Concealer də həmçinin.
Bəli. Biraz dodağın üst tərəfi. Üst xəttimizi biraz parıltısını arttırıram. Və gəlirik əsas məsələyə qızlar. Göz üstündə qırışlar olduğuna görə hər şeydən öncə biraz highlighter keçəcəm. Qırışların artıq görsənməsi. Bilirsiniz ki, mat qalanda qırışlar daha çox gözə görsənir. Biraz parlaq olanda qırışların görünməsi faizi azalır. Highlighterım da hazırdır. İndi isə qızlar gəlin keçək. Dodağımı çəkək. Dodağımda da konturumuz Anastasiyanın konturudur. Dodağım yetərincə özümə görə abyomludur. Ona görə yan tərəfləri böyütmürəm. Yalnız üst və alt tərəfləri kvadrat şəkildə böyüdəcəm. Buradan da yüngül keçid eləyirəm. Bunu da onun kimi. Orta tərəfə yumuşaq, kontur kəskin qalmasın deyin. Yumuşaq keçid eləyirəm. Məncə dodağım bəsdir böyüyü. Sizce necədir? Bəsdir ya yox? Heç olmazsa təbii qalır. Bir kaşımı çektim. Ve fırçamızın formu olarak dikkat edin. Forması mənə çok yardımcı olur. Yerine koydum ve pompa elədim. Ve fırçanın üzünü çevirerek çıxış edirəm. Yani çekmeceyi açsak belki de yalan olmasa bir 300 tane fırça var. Bizim istifade edildiğimiz fırçaya bak. O biri fırça göstereyim. Ha. Pожалуйста. Burada indi buranı saxla. O biri gözü birinci qoyarsan dalacaqda. Bu deyirəm.
Onun cevap verdi sen olur. Yox, Gördü. yox. Ona sen gelip deyə bilərsən. Baxmayacaq. O da səhv eləmədisə onun üçün baxmaz. Çəkirsən buranı? Çəkirəm. Gözdə görüm. Bundan heç nəyə kəsmərsən, elə kadr arxasının zadında. Atarsan YouTube-a. Biraz belə qızlar çıxış eləyirəm. Yox, burada deyil. Orta tərəfə biraz eyni highlight-ımızın parlaqlığını vuracağım. Çünki daha fresh görsənmək istəyirəm. Çünki bu dəfəki makyajımda sizin üçün kiprik qoymayacağım. Gələn səfər olan makyajlarımda kiprik qoyaram, bakarsınız. Çünki fresh görsənsin istəyirəm, ona görə biraz qızlar duşumuz Lancome'dur. Kiprik qoymuram. Alt tərəfi çox az tonlayıram. Gözün içinə ağ karandaşı gecəyəcək, yoxsa xoşuma gəlmir. İndi çəkməyəcəm. Bu makyajımdan vacib deyil. Hə, Çünki sadədir, freshdir. Amma dərin gözlərdə, mənim gözüm kimi gözlərdə qızlar gözün içinə məni yaşa qalanda kremlə çəkmək olar. Ağappaq yox, ağappaq biraz sərt görsənir. Amma biraz abartı makyajlarda hətta ağ karandaş bəzi gözləri çəp görsədir, şəkillər. Mənə gəl bu xışıltı səsi düşəcək, amma söndürür. Sizin hər an fikirlərinizə bizim ehtiyacımız var. Sağ olun.